Bayramın gəlişini səbirsizliklə gözləyən ən çox təbii ki də uşaqlardır. Biz də valideynlər olaraq uşaqlarımız üçün ən yaxşı nə don etməyə çalışırıq. Bugün sizinlə uşaqlar üçün tək nəfərli peçenya tortu hazırlayacağam. Hazırlaması çox asandır. Hətta sobanız yoxdursa belə heyfsilənməyə dəyməz. Mütləq bunu hazırlayıb uşaqlarınızı sevindirə bilərsiniz. İndi isə keçək hazırlanma qaydasına. Bişirəcəyimiz qazana 2 stəkan süd, yarım stəkan şəkər tozu, 2 xörək qaşığı un əlavə edib, 1 xörək qaşığı kakao əlavə edib, ocağın üzərində qatlaşana qədər qarışdırırıq. Qatlaşdıqdan sonra 50 qram yağ əlavə edirəm. Yağ əlavə etdikdən sonra isə ocağın altını söndürürəm. Bunun soymasını gözləyirik. Soyuyarkən üzəri qaysaqlamasın deyə tez-tez qarışdırıram. Daha sonra isə bu cür peçenyelərdən istifadə etmişəm. Siz sevdiyiniz, istənilən növ, uşaqlarınız hansı peçenyəni sevir, ondan istifadə edə bilərsiniz. Peçenyəni götürüb arasını kremləyirəm. Daha sonra isə növbəti qat peçenyəni də əlavə edib arasına krem çəkirəm. Hər qatın arasını kremləyirəm. 4 ədəd peçenyəni üst-üstə qoydum. Hündürlüyü 1 ədəd peçenyəni qıraq hissələrinə yerləşdirirəm. Ona görə hündürlüyü tənzimləyirəm. Bu tortu böyük bir tort kimi də edə bilərsiniz. Ancaq düşünürəm ki, uşaqlara bu daha gözəl görsənəcək. Ona görə porsiya şəklində etmək daha gözəldir. Burada qırıq peçenya var, onu da göstərmək istəyirəm ki, heç bir narahatçılıq yoxdur. Qırıq peçenyadan da istifadə edə bilərsiniz. Üzəri üçün şokoladı əritdim. Su hamamında əritdiyim şokoladın üzərinə süd, 1 çay qaşığı nişasta əlavə edirəm. Bu formaya gələndə üzərinə 1 damcı boya əlavə edirəm. Çox qəşəng dolğu şəklində olur. Üzərinə tort bəzəklərindən istifadə edirəm. Təxminən 2 saat soyuducuda saxladıqdan sonra nuş edə bilərsiniz. Həqiqətən də çox mükəmməl dadı olur. Eyni zamanda görüntüsü də gözəl. Yumşaq olur. Düşünməyin ki, bərk olacaq. Qətiyyən elə deyil. 2 saat soyuducuda qaldıqdan sonra yumşalır. Mən adətən soyuducuda saxlamıram, soyuq olur deyə. Ev temperaturunda da saxlaya bilərsiniz. Əgər videomu bəyəndiysəz, videoya like atıb abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.